Qurban Bayramı münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən tədbir təşkil olunub. AİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında keçirilən tədbirdə konfederasiya nümayəndələri, Respublika Komitəsinin rəhbərliyi, rayon komitələrinin sədrləri və ittifaq üzvləri iştirak edib. Tədbir dövlət himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edən AKH Respublika Komitəsinin sədri Aras Paşayev iştirakçıları salamlayaraq AİK rəhbərliyi adından bayram münasibətilə təbriklərini çatdırıb. Komitə sədri son 8 ayda görülən işlərə toxunaraq qeyd edib ki, 13 mindən çox təhsil işçisi sanatoriya, kurort və istirahət yoldaşları ilə təmin olunub. Bildirilib ki, az təminatlı ailələr və həssas kateqoriyadan olan üzvlər daim təşkilatın diqqət mərkəzindədir və onlara göstərilən dəstək bundan sonra da davam etdiriləcək. AİK sədrinin müşaviri Orxan Ərəbov konfederasiyanın sosial təşəbbüslərindən və həmkarlar ittifaqlarının yeni texnoloji qaydalarla təchiz olunmuş elektron yollayış sistemi barədə ətraflı məlumat verib. O bildirib ki, bugündən başlayaraq yeni sistem tam istifadəyə verilib. Tədbirdə AİSMAnın rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev çıxış edərək Qurban Bayramının tarixi və mənəvi dəyərlərindən danışıb. ATİAH ilə əməkdaşlıq çərçivəsində keçirilən birgə təlimlərin uğurlu nəticələrini vurğulayıb. ATİAH-ın Nəsimi rayon komitəsinin sədri Reyhan Ocağova çıxışında təşkilatın sosial həssas qruplara, xüsusilə şəhid ailələrinə, o cümlədən şəhid övladlarına yönəlmiş dəstək təşəbbüslərindən bəhs edib, onların maarifləndirici proqramlarda və istirahət layihələrində iştirakı üçün yaradılan imkanları diqqətə çatdırıb. Qurban Bayramı münasibətilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına üzv olan 1000 nəfər təhsil işçisinin hər birinə 100 manat dəyərində hədiyyə kuponları təqdim olunub. Tədbir bədii yaradıcılıq müsabiqəsinin qaliblərinin təqdim etdiyi musiqili proqramla davam edib.